Uşaqlar, H variantına gəlin baxaq. Deməli, bizdən bax bu məsafəni soruşur. Deməli, nə etmək olar burada birinci? Bax, bu kvadratı tamamlayaq ilk öncə. Görürsünüz bu kvadratı. Bunu tamamlasam. Fikir ver. Bu məsafə 4-dür axı. Onda bu məsafə də 4-dür. Yazdım. Həmçinin bu n 3-dür. Burada n-i 3 olacaq. İndi nəyə fikir versən? Bizə bax bu düzbucaqlı üçbucaq lazımdır. 90 dərəcə. İndi fikir ver. Bura bütöv 13 idi. Əvvəldə yazıb özü. Mən 4-ün xərclədim bura. Deməli, bura qaldı 9. O zaman nəyə baxırsan? Bu məsafə nə qədər oldu bəs? Burada 3 gəldi axı. Burada oldu 9. Deməli, mənim aldığım düzbucaqlı üçbucaq əslində bax budur. 90 dərəcə 9, 9 məndən buranı soruşur. Aha, artıq məlum olur ki, bu bərabər yanlı düzbucaqlı üçbucaqlı 45, 45. 9, 9 dərhal x olacaq 9 kök 2. Qaydanı bilənlər bunu yazacaq.